Cəlilabadda şəhid Ramazan Hüseynzadə və Hilal Hüseynovun xatirəsinə həsr olunmuş "İki nəfəs bir vətən" kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanları, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükut ilə yad edilmişdir. Çıxış edən başçının birinci müavini Qalib Xudaverdiyev, vətənin müdafiəsi uğrunda canından keçən Ramazan Hüseynzadənin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib. Kitabın ərsəyə gəlməsində əziyyəti olan şəxslərə öz minnətdarlığını bildirib. Daha sonra şəhid Ramazan Hüseynzadənin həyat və döyüş yolundan bəhs edən videoçarxa baxış keçirilmişdir. Şəhid Ramazan Hüseynzadənin anası Pərvanə xanım Hüseynova, atası Həmdullah Hüseynov, qardaşı Eldəniz çıxış edərək şəhidin keçirdiyi qəhrəmanlıq yolu, həyatı haqqında xatirələrin tədbir iştirakçıları ilə bölüşüblər. Hüseynzadə Ramazan Həmdullah oğlu yanvarın 1-i 2000-ci il tarixində Cəlilabad rayonu Muğan kəndində anadan olmuşdu. 2006-cı il tarixində Cəlilabad rayonu Muğan kənd tam orta məktəbində təhsil almağa başlamış və 2017-ci ildə həmin məktəbdən məzun olmuşdu. Azərbaycan Respublikasının müvafiq qanunu ilə həqiqi hərbi xidmətə çağırış vəsiqəsinə əsasən Hüseynzadə Ramazan Həmdullah oğlu 25 yanvar 2018-ci il tarixində Cəlilabad rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə yola salınmış, həmin tarixdən də Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Bakı şəhərində, Bakıxanov qəsəbəsində yerləşən en saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdı. Xidməti dövründə göstərdiyi nümunəvi xidmətə görə 18 may 2019-cu il tarixində daxili qoşunların əlaçı döyüş nişanı ilə təltif olunmuşdu. 26 iyun 2019-cu il tarixində də xidməti vəzifə borçlarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiklərinə görə və hərbi hissənin yaranmasının 16-cı il dönümü münasibəti ilə fəxri fərmanla təltif olunmuşdu. Hüseynzadə Ramazan 4 iyul 2019-cu il tarixində həqiqi hərbi xidmətini başa vurduqdan sonra həmin tarixdən başlayaraq Daxili İşlər Nazirliyinin daxili qoşunlarında Gəncə şəhərində yerləşən en saylı hərbi hissəsində 3 illik müqaviləyə əsasən xidmətə başlamış və həmin müqaviləyə əsasən iyulun 4-ü 2022-ci il tarixində xidmətini bitirmişdi. Hüseynzadə Ramazan yenidən 13 fevral 2023-cü il tarixindən 29 aprel 2023-cü il tarixinədək Komanda Dağ Təlimi Mərkəzində keçirilmiş 14-cü qəbul komanda başlanğıc kursunu müvəffəqiyyətlə bitirmiş və komanda başlanğıc döyüş nişanı daşımaq hüququnu əldə etmişdi. Yuxarıda qeyd edilənlərə əsasən Hüseynzadə Ramazana sertifikat təqdim olunub. İxtisası əməliyyat kəşfiyyatı. Təqdim olunan sertifikata əsasən elə həmin tarixdən Ramazan Müdafiə Nazirliyinin tabiçiliyində olan və Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən en saylı komanda hərbi hissəsində müqavilə əsasında əməliyyat kəşfiyyatçısı ixtisasında xidmətə başlamışdı. Hüseynzadə Ramazan 19 sentyabr 2023-cü il tarixində baş verən lokal xarakterli antiterror əməliyyatlarında Xocalı rayon Dəhrəz kənd istiqamətində döyüşmüş, cəsarət və igidlik nümayiş etdirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və düşmənlə mübarizədə geri çəkilməyərək qəhrəmancasına şəhid olmuşdu. Şəhidimizə ölümündən sonra cənab Prezident İlham Əliyev tərəfindən vətənə xidmətə görə 3-cü dərəcəli ordeni və vətən uğrunda medalı təqdim olunmuşdu. Salam, hörmətli qonaqlar. Bugün burada mənim üçün çox əziz olan bir hadisəni, övladım Hüseynzadə Ramazanın və əmisi Hüseynov Hilalın xatirəsinə həsr olunmuş İki nəfəs bir vətən adlı kitabın təqdimatını qeyd edirik. Ramazan Xocalının azadlığı uğrunda canından keçdi. Ramazan haqqında mən çox şey danışa bilərəm. Bu haqda Natavan xanımla da danışmışam. Hər dəfə mənə sual verəndə, yəni bir kitab yox, Ramazan haqqında dastanlar yazılsa belə azdır demiş. Həqiqətən bu kitabı mən 200 yaşına yazmışam. O iki qız, bir nəvəm, bir bacım nəvəsidir. Ramazanın Eldənizlə danışırım, mən belə 100 yaşına yazmışam. Evdə də nə qədər qonaq
Deyirlər, niyə ağlayırsan? Deyirdim, bunu siz oxusanız ağlayarsınız, bunu kim oxusa ağlayar. Ramazan 10 yaşında Tataristanın paytaxtı Kazanda 3-cü sinifdə oxuyub. Bir gün rus dili müəllimə sinifə girir, deyir ki, bugün bütün şagirdlər Rusiyanın dövlət himnini oxuyacaq. Heç bir uşaq onu oxuya bilmir. Amma Ramazan durur ayağa, deyir ki, müəllimə icazə verib, mən Azərbaycanın dövlət himnini Azərbaycan dilində oxuyub. Ramazan müəllimə baxır, Rus Azərbaycanı, 10 yaşlı Azərbaycanı. Müəllimə aciz Ramazan üzünə baxır ki, bu uşaq məndən nə istəyir? Mənə deyir, Azərbaycan dövlət himnini oxuyub. Sadəcə sual verir, bilirsən ki, dövlət himninin sözləri, musiqisi kimindir deyir, bilirəm. Üzeyir Hacıbəyovun, Əhməd Zabadan. Ramazan Azərbaycan dilində, Rusların, ermənilərin qarşısında Azərbaycanın dövlət himnini oxuyur. O himni oxuduqca elə bir ki, Şuşa qayalarındadır, Kəlbəcər qayalarındadır, Xocalıda, Xankəndidə, bütün müharibə bölgəsindədir. Və həmin gün bütün Rus məktəbi 10 yaşlı uşağın oxuduğu mahnıdan danışır. O gözəl bir söz deyir ki, vətən üçün canını fəda etmək qeyrət tələb elədiyi kimi, vətən üçün canını fəda edən insanlara da qiymət vermək qeyrət tələb edir. Kitabın müəllifi Natəvan Zahid qızı tədbir iştirakçılarının kitab haqqında ətraflı məlumatlandırıb. Qeyd edib ki, İki nəfəs bir vətən adlı kitabda şəhid Ramazan Hüseynzadənin həyatı və döyüş yolundan bəhs edilir. Ailə üzvlərinin, döyüş yoldaşlarının xatirələri yer alır. Xatirə Quliyeva, Sevil İsayeva, rayon icra hakimiyyətinin şöbə müdürü Füzuli Cəfərov şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd edərək, kitabı ərsəyə gətirənlərə minnətdarlıq ifadə edib. Qeyd edək ki, Hilal Hüseynov 1-ci Qarabağ müharibəsinin itkin şəhididir. Ramazan Hüseynzadə 44 günlük vətən müharibəsi, qisas və antiterror əməliyyatlarında iştirak edib. Muğan kəndində adına bulaq kompleksi tikilib, adına küçə adı verilib. Rövşən Mehdiyev, Samirə İsmailova, Cəllabad.